Salam hər kəsə, yeni videomuza xoş gəlmişsiniz və bugün sizin üçün CLS 63 çəkirik. С тобою или без, и все равно дотянусь до небес. Я не герой из песен, знаю, сколько стоит этот блеск. Разговоры по душам, к черту это все. Видимо, любовь ушла, а срок истек. Ты дома плачешь одна, снова на гастролях. Что, снова катастрофа, хочешь, напиши письмо мне. Пропадаю и игнорю, что ж, I'm sorry. Знаю, хочешь знать, как я радостный лишь в этих сторис. Как жаль, но как же круто вспоминать тебя ежеминутно в нашей пустой квартире. Пожары теперь будет trudно вернуть. Ön hissəmizə baxdıqda, ön hissəmizə daha doğrusu keçdikdə, burada 2015-ci ilə yığılan body kitimizi görürük. Bu Black Vision paketdir, 2015-ci ilə yığılıb. Burada isə multibiam LED faralarımız var və bu hissəsində isə Mercedes-in iri logotipi var. Və bir dənə yaxınlaşsam, buranı da görsətsəm, burada isə karbon detallar var, karbon işləmələr var. Bu hissəmiz də karbon deyil, yox, bura karbon. Uzun kapot və uzun dam xəttləri var, hansı ki bu hissəyə qədər davam eləyir. Bir dənə xoşuma gəlməyən bir şey mənim üçün, mənim fikrimcə, burada görürsünüz ki, xrom detallar var. Bu qara olsa ya da ki göy, maşının rəngi. Maşın uzaqdan qara vibe verir, amma bir dənə yaxınlaşma işığı yandırım, görsədim. Milyoner rəngidir. Yəni Azərbaycan dilində göy rəng milyoner rəngidir. İndi isə istəyirəm kapotumuzu açaq. Bir dənə keçin. Məndə bir dənə problem var. Hər kapotu açanda hansısa maşında tapa bilmirəm o rıçağı. Bunda 100% tapacam. Açıldı deyəsən. Keçək bu hissəmizə. Bir dənə baxın. Bir dənə bir də buranı görsətmək istəyirəm. Kapotu da ştanga lazım deyil. Bir dənə belə eləyirsən, qalxdı. Kapotumuzun altında 6.3 motor olmasa da 3.6 motordur. Pis deyil. Şəhərdə sadə motordur, yəni 6.3 deyil. Prosto 6.3-ə yığılıb da, həm də ki Black Vision paketdir maşınımız, onu bayaqlan vurguladım. 3 litrlik mühərrikimiz yatır. Qəşəng istidir bura. Əlvi qoy, yəni istit. Yemək zadı, o trend var idi o vaxtlarım, nə idi onun adı? Şokoladı gətirib qoyursan bura istidirsən. Bu o maşın üçündür. 6.3 olmasa da 3.6-ını qızdırırsınız qəşəng. Kapotumuzu bağlamaq istəyirəm. İcazənizlə. Bir də bu hissəsini heç xoşlamıram. Kapotu bağlayanda o part səs gəlir, o bomba kimi. Bir dənə ön hissədən bax, yəni nömrəmiz, maşının duruşu mənim fikrimcə çox idealdır, qəşəng görsənir. Yəni gəlirsən axşam şəhərdə dayanırsan, əlini belə qoydun, dayanırsan, seyr elə şəhəri. Maşın sürət heç nə üçün kömək eləmir. Sürətli sürmək heç kimə yəni xeyir gətirməyib bu ölkədə, bu dünyada. Ona görə siz də sürətli sürməyin, əziz izləyicilər. Yan hissəmizə keçdikdə isə AMG-yə məxsus bir disk görürük. Diskimiz biraz indi ləkəlidir, polirovka olmalıdır diskimiz. Və burada qırmızı rəngdə mənim xoşuma gələn rəng bir dənə tormuz sisteminin şeyini görürük. O aparaturasını, tam adını dəqiq bilmirəm. Bu hissəmizdə isə gördüyünüz kimi davamı krılonun var. Hansı ki buradan belə düz xətlə gedir təzədən bayaq dediyim xəttin yanına. Yan hissəyə keçdikdə isə maşınımız çox uzundur. Əsas da daha görünüşüdür. Bizim bir dənə belə deyim, ölkəmizdə bir dənə ən tutur, yəni populyar sözümüz var. Qarşımızda banan var. Banan. Yəni hara fırlatsanda bunun adı banandır. Keç arxa hissəyə. Arxa hissəmizə keçdikdə isə burada sizi çox maraqlı bir məqam gözləyir. Sırası bir dənə karbon işləməni görürük. Yəni karbon. Spoiler deməyim, yəni yüngülvari bir şeydir də indi. Amma karbon işləməklədir. Burada isə əsas məsələ AMG Edition. Bunu bir dənə yaxın çək. Çox qəşəng görürsən. Bu mənim fikrimcədir. Burada da yəni ənənəyə sadiq qalaraq AMG və əsas bir şey sizə göstərmək istərdim ki 4 ədəd səs boğucu çıxışlarımız var. İçi boş deyil, yəni qazandır. Bu hissəmizdə indi öyrəndim ki, valve, bir də ki burada Black Vision yazısı olur.
onlar bu maşında qırıldığı üçün, onu yenidən almaq üçün gələk bir dənə bu komplektasiyanın təzəsini alasınız. 7.000 dollara da var, 12.000 dollara da var. Yəni polnu zbor təzədən yəni gələk maşının komplektasiyanı alasınız. Yəni başqa cür mümkün deyil. Onu yapışdırmaq olmur. İndi isə səs sistemimizə qulaq asacağıq. Yüngülvari bir dənə qaz verərdim də qardaş. Yaxşı. Səs sistemimiz də pis deyil ha. Keçən videoda CLS 53-ü çəkəndə izləyicilərin xoşuna gəlməmişdi ki, biraz mikrofonu yaxın tutmuşdum. Bu dəfə bacardığım qədər uzaq tutdum. Səsi, yəni 6 üçün səsimi verməsə də 3-6-nın səsi də mənim üçün idealdır. Mən özüm yəni maşın səslərini çox xoşlayıram. Yəni BMW M5-in səsinə qulaq assaydımsa, hələ ki qismət olmayıb. İnşallah hansı maşınları istəyirsiniz, çəkilişi, incələməsi olsun. Kommentdə, Instagramda, TikTokda, bir də ki YouTube səhifəmizin şərh bölməsində yaza bilərsiniz. İndi isə əsas məsələ keçmək istəyirəm interyerinə. İnteryerimizə keçdikdə isə bir dənə qapını bağlayım. Səs olacaq, o birisi qapını açmışıq deyə. Yox, dayandı. İçəri keçdikdə yenə bayaqlarım çöldə, yəni eksteryerində göstərdiyim kimi karbon işləmələr. Yəni rulumuzdakı rahatdır. Səhv eləmirəmsə bu CLS-in rulu deyil də başqa bir maşından qoyulub. Rulumuz multidir, yəni cavab vermək, ad boy vermək, hər şeydə işləkdir. Kodunu almaq, kodunu vermək. Maşınımızda interyerində gördüyünüz kimi mebel işləmələrimiz var. Üzrü sayın dilim dolaşdı. Mercedes-ə məxsus olan bir dənə saatımız var burada. Hansı ki elə orada dayanmağı o nəyə deyirsiniz deyir. Burada gördüyünüz bu panel, yəni multi oyda nəsə adı yadımdan çıxdı, heç nə olmaz, orada siz yazarsınız. Onu dəyişiblər, yeni bir nəsil, yəni bura bir dənə televizor qoyublar, televizordur bunun adı. Burada da ki sürətlər panelini görürük. Maksimum 260, saatda 260 ilə gedir. Bayaqlarım səsini göstərdim. Bu da bizim sürətlər panelimiz, rulumuzdakı, yəni burada qırmızı işləmələrimiz qəşəng. Maşın bu hissəsi. Bu hissəsi yenə deyirəm. Bu uca aquaprintdir. Yəni bu sonradan qoyulmadı. Əgər səhv eləmirəmsə. Bunu da belə açdıq. Burada indi sahibinin özü işləri olar deyə toxunmayaq. Karbon işləmələr yenə. Burada dəyişməyim, yəni upravleniya oranı. Burada isə kondisionerin isidici, soyuducu sistemimiz, yəni belə elədik. Yəni bir şey yaxşıdır ki, mən yeni nəsil maşın incələməsi eləyəndə orada bir şeyi vurğulamışam. İndiki maşınlarda hər şeyi yığırlar panelin içinə, bayaq dediyim kimi televizorun içinə. Sürücü yolda getmək istəyir, kondisioneri yandırım. Nə edeyim? Buradan rahat yandır da ki, bir də gir burada kondisioner axtar. O mənə heç xoşuma gəlmir. Ona görə az takipçim olsa da səsimi eşidin. Zəhmət olmasa onu azaldın. Sideniyalarımız çox rahat. Mercedes komfortu öz sözünü deyir də qardaş. Mercedesin komfortu nəyə deyirsən deyir. Sürət BMW-dədir. Mercedesdə də sürət var. Mercedes sevənlər məni orada şey eləməyin. Kommentdə yəni sövb eləməyin. Mercedesin sürəti də var, komfortu da var. BMW-də isə komfort az olsa da sürətə daha çox önəm veriblər. Bir də ki maşın indi gördüyünüz kimi baş məsafəsi. Mənim boyum balacadır, yəni şeydir. Kameramanımız Emil boyu çox uzundur deyə, yəni onun boyu yəni bura çatmır. Yəni gələk belə otursun yol gedəndə. Uzun yol üçündə çox komfortlu maşındır. Yəni biraz hələ bu 3.6 motordur, yəni benzin sərfiyyatı az da. 6.3 ilə yəni uzun yol getmək istəsən, yəni Qəbələyə zada bir günlük deyim ki, yəni qardaş, əlin cibində olsun bir sözlə. Burada bayaq göstərdiyimiz kimi stakançik yerlərimiz var. Bir dənə gözümə bir şey dəymədi. Bir dənə bunu bura qoyum. Gözümə bir şey dəymədi. Səhv eləmirəmsə, bu hissəmizdə bizim Type-C da yox idi o vaxtlarım. USB girişi yoxdur. Bir dənə gözümə bir şey dəymədi ki, burada yəni USB portları görmürəm. USB portda arxada da arxanı göstərməli. Arxa sürprizdir. Arxada yəni indidən deyim, maşınımız 4 nəfərlikdir. 5-ci nəfərə yer yoxdur. Yəni bagajda da gedə bilməz. Yəni bagaj həcmi o qədər də böyük olmasa da, yəni bagajı nə edirsən, maşının arxa stoplarını görəndə adam dəli olur. İndi çöldə bir şey də göstərəcəm. Yenə həmənki kimi Mercedes-ə xas olan bir şey. Sideniyamızı
tanıdıcı, yəni yaddaş qabağa dalıb bunu nətər eləyirlər bilmirəm. Qurtalamayım. Burada da mebel işləmələr, hər yerdə yəni mebel işləmələr buradan başlayır, davam eləyir, axıracan arxada da qurtarır mebel işləmələrimiz. Bura keçdiyə buranı çəkdim. İndi keçmək istəyirəm sərnişin yerinə. Görək sərnişin üçün rahatdır yoxsa yox. Sərnişin hissəmizə keçmək istəyirəm. Sərnişin hissəmizə keçəndə isə burada bir dənə şey gözümə dəydi. Mercedesin loqotipi var. Yəni qapını açdım, Mercedes səni salamlayır ki, AMG səni salamlayır. Salam aleykum. Laf özümü Axmedə oxşatdım. Bura keçdikdə isə, yəni burada bayaqlam göstərdiyimdə indi sərnişin üçün də, sürücü üçün də eynidir. Burada da aquaprint karbon detallar var. İşıq düşmür, bilmirəm nə dərəcədə görsənir yoxsa yox. Sideniyamız sərnişin üçün də çox rahatdır. Yenə deyirəm, Mercedes komfortu öz sözünü deyir. Hava çıxışlarımız sağa sola elədin də özün üçün də reqlovka eləyə bilirsən. Şitimiz də ki normaldir. Əsas yaxşı bir şey odur ki, gün dəyəndə çatlamır, eləmir, solmur rəngi. Əsas odur. Biraz zəhmət olmasa arxaya getdi, kamera girdi gözümə. Yəni sərnişin üçün də rahatlıq var. Əsas mənim xoşuma gələn, mən bu maşında qabaqda yox, arxada yəni oturmaq istəyirəm sürüşdə. Verirsən şofer tutursan özünə. Deyirsən qardaş, buyur. Açarımı verirəm sənə. Mən arxada komfort istəyirəm. İndi arxadakı bir dənə komforta baxın, gözləyin. Sizin üçün bir dənə kameramanın da qapısını açım da. Kameraman da indi əziyyət çəkir. Buyur qardaşım. İndi mən keçim ora, gözlə. Keçim ora. Çox sağ ol. Bu hissəmizə keçdikdə arxanın işıqları var əsas, bəli. Arxa hissəmizə keçdikdə bir dənə belə eləyirik, işığımızı yandırırıq. Burada biraz dağınıqlıq var. Arxa hissəmizə keçdikdə mənim ən xoşladığım yerdir bura. Əsas padlakotnikimiz var, hansı ki uzun yolda, yəni açdın. Mercedesin də qəşəng burada bir dənə paduşkası var. Oy, üzürü sayın. Başımı qoydum belə. Uzun yolda yat da, yəni dincəlir. Mercedes dincəlmək üçün deyir, qardaş, sürət sürməyin, oturun maşından həzz alın. Maşından həzz almaq lazımdır. Sürətli sürmək heç kimə yenə deyirəm, xeyir gətirməyib. Bəli, bir dənə qəşəng qoltuq altımız var. Qoltuq altının yanında da burada açırsınız. Sırazı bir dənə patstakannik, 2 dənə daha doğrusu patstakannikimiz çıxır. Qəşəng kofevi qoyursan bura, qəşəng uzun yol üçün. Bir dənə bu indi reski bir dənə bağlayırıq, bunu da bağlayırıq. Buranı da bir dənə bağlayırıq. Buranı bağladıq. Burada maşınımızın yəsi vallahi halaldır. Yəni maşını çox səliqəli saxlayır da. Bax, bayaqlarım vurğuladım. Qabaqda görməmişdim mən USB portlar. Burada 12 voltluq zajqalka yerimiz var. İndi perexodnik alıb taxırsınız qəşəng. Burada bağlanır da, indi bağlamıram. Buranı açdıqda yenə hər yerdən maşallah salfetka çıxır. Bir dənə belə balaca bardaçokumuz var ki, hansı ki, yəni veşvizi qoya bilərsiniz rahat. Yəni balaca bir şeydir. İndi bu boyda şey yerləşirsə maşallah, yəni normal yerimiz var. Bunu da bağlayırıq. Bunu da bura qoy. Bunu buradan götürmüşdüm deyəsən. Bura qoyuruq. Təzədən padlakotnik açıq. Bura rahatdır, çox rahatdır mənim üçün. Arxa hissəmizdə isə ayaq məsafəmiz, normal ayaq məsafəmiz var. Baş məsafəsi üçün də normaldir. Bayaq vurğuladım ki, mənim boyum balacadır. Uzun boylar üçün biraz narahat ola bilər. Arxa hissədə də göstərəcəyim heç nə qalmayıb. Yenə burada bayaq dediyim kimi mebel işləmələr burada davam eləyir. O qapımızda da davamı var. İndi isə heç nə. Keçək arxa hissəyə, videonu sağollaşaq. Gələn görüşlərə qədər indi arxadan sağollaşacağıq. İşıqlarımız söndü gördüyünüz kimi. İşıqlar yanmır. Bir dənə işıqsız momentdə bir dənə arxa stoplarımıza bir dənə yenə də göz gəzdirin də çox ideal görsənər axı. Yəni mənim fikrimcə çox gözəl, futuristik, elegant bir dənə görünüş yaradır maşında. Yəni arxa hissədən heç qabağına keçmə, arxa hissədən dayan bir dənə maşını seyr elə. Əziz izləyicilər, burada da videonu sonlandırmaq istəyirəm. Zəhmət olmasa kanalımıza abunə olub, videoya like atmağı, bir də ki, şərh yazmağı unutmayın. Əsas məqamdakı hansı maşınları istəyirsinizsə çəkilişini eləyək, incələməsini eləyək. Videomuzun altında kommentdə rəy yazmağı unutmayın. Sağ olun, salamat qalın. Sizlə mən Kənan, Cars by Kera təqdim edir.